Dostlar, hamıya salam. Bu günləri bizdə səhər yeməkdir. Əzizlərim, burada glazunyadır və kalbasadır. Burada xlopyalar, burada xiyardır, çeri pomidordur, göyərtidir, pendirlərdir. Həm saçaqlı, həm adi belə pendir. Burada smetandır, burada mürəbbədir, burada qarpuzdur, burada çaydır. Deyənə qədər arıqladım. Gəlin başlayaq. Necəyəm? Dəhşət. Aram. Burada da tüm çörəyimiz boz rəngidir. Kəpəkli çörəkdir. Çörəkçinin kəpəkli çörəyidir. Məndən soruşmuşdular ki, necə? Ay, necə gözəldir bu. Mama eləyib. Hər şeyi mənim sevimli mamıçqam hazırlayıb. Həmişə yirdim yumurta pomidor, yumurta pomidor. Bu dəfə dedim ki, yox, mən glazunya istəyirəm. Siz buna necə deyirsiniz? Glazok, biz glazok deyirik. Mənim sevimli dadım bu kalbaskalara. Siz like eləyirsiniz, dəstək olursunuz. Mən də sizə video çəkməyə bilmirəm. Mənə deyirlər, nə olub xoddanmısan? Vallahi mənə o qədər dəstək olursunuz. Xoddanmaya bilmirəm. O nətər olur. Gəlin bir dənə smetanımızı götürək. Əl əsməsinə görə heç nə yazmayayım. Vallahi mən orada bezdim buna cavab verməkdən. Saata baxın 4:22. 4'ə işləyib. 5 işləyib 20 dəqiqə. İlk yeməyimdir. Yəni nə gözləyirsiniz axı? Məncə sizdən ancaq əl yox, hər şey əsərdir. Bunu sünnən yeyilə biləm, amma mən belə də xoşduram. Bugün iki çırpmaq haqqında danışacağım. Qızlara və oğlanlara sualım olacaq. Yəni kişi cinsinə və qadın cinsinə. Sadəcə mənim maraqlıdır. Yəni mənim necə deyim, qarşıma kimlər ki çıxır, onlardan da soruşmuşam. Mənə deyirlər ki, kişiyə gözəl olmamalıdır, yaraşıqlı olmamalıdır. Ən vacib xasiyyəti yaxşı olsun falan filan. Sizə doğrudan mı ancaq xasiyyət önəmlidir? Görünüş heç mi önəmli deyil? Mənə şəxsən önəmlidir. Həm kişilərdən soruşuram, həm qadınlardan. Çünki məncə kişilər doğrudan da həmişə görünüşə baxır. Kişilərin çoxsu. Sonradan ona maraqlıdır, sən necə insansan. Amma qadınlar nə qədər gözəl qadınların yanında yaraşıqsız kişi görmüşəm. O
kişilərin yanında az halda belə bir şey görürəm. Bunu sizdən soruşmaq istedim. Yəni sizə önəmli deyil həqiqətən. Mənə vacib olan da gözəllik yox, xarizmadır. Nəsə belə bir şey olmalıdır ki, adam həmən görünüşə baxmaq istəsin də. Bilməm necə başa salım. Məndə məsəl üçün elə bir şey yoxdur ki, məsəl üçün deyirəm də, məsəl üçün ki, görünüşdə deyirlər ki, burnu nə bilim böyüdür, budur. Mən əksinə bu kişiyə gözəllik qatar. Mən belə bir görünüşü bəyənirəm. Brutallıq qatır. Xanımda da həmçinin. Elə bir onun üzü münkası olur. Nədir ki, yaraşıqsı olsa da olar. Əgər sən həmən insana ailə həyatı qurmaq istəyirsənsə də, gələcəkdə uşaq falan planlayırsansa, qızın olacaqsa da, konkret atasına oxşayacaqsa, bunu da düşünmək lazımdır da. Necə yəni, gözəl yaraşıqlı olmasa da olar. Mən şəxsən həqiqətən elə düşünmürəm. Ömür boyu həmən insanla yaşayacaqsan, üz-üzə. Həmişə üzünə baxacaqsan. Həm də mən fikir vermişəm ki, yaraşıqlı kişi cinsi onlar daha çox utancaq və özünə güvənsiz olur. Doğrudan da bunu görmüşəm, yəni fikir vermişəm. Mənim direktim, inanırsınız, belə deyim, yaraşıqlı, mən cavab vermirəm, yaraşıqlı uşaqlar da yazırlar. Amma çoxları, nə bilməm, 40 yaş və belə yaş, 50 yaş, qarınlı daydaylardım. Bəlkə də 30 yaş. Onların özgüvəni o qədər fışqırır ki. Cavan uşaqlarda o qədər özgüvən yoxdur. Niyə belədir də? Mən ümumiyyətlə çalışıram direktdə heç kimə cavab verməyəm kişi cinsinə. Ancaq hansılar ki mənə blog haqqında danışırlar. Həmişə cavab verirəm, cinsiyyətə baxma. Həm tanış olmaq olar. Yox. Və bu momentlərdə sən başa düşmürsən ki, harada tanış olmaq olar. Harada da. Mən bütün gün işləyirəm. %70% yaşlı deyək, evdə keçir həyatım. Çünki çəkilişlərim evdədir. Və harada tanış olasın. İnternetdə də elə insanlar yazır. Vallahi elə bil
Mən özümdən razı falan deyiləm, amma prosta baxmaq lazımdır da. Düzdür, görürsən ki, şəraiti var. Mənə o da önəmlidir, amma insanın daxili görünüşü də önəmlidir, xarici də. Yəni, mən belə insanım, bilməm. Deyərsə, bəlkə səhv düşünəm. Amma mən bacarmaram da. İnsanın hansı ki görünüşü mənim zövqümdə deyil, belə deyə. Bəlkə də həmən insanın görünüşü sizin zövqünüzdə olmaya bilər. Məsəl üçün də gələcəkdə göstərsəm, amma mənim zövqümdə olmalıdır. Siz mənə deyin. Amma düzgün yazın. Dallarınızı oxumayacağım. Mən haqqında danışmaq istəyirdim. Mənə dedilər ki, gələcəkdə üzümü nə olaraq, kim olaraq, nə görsün də özündə. Həyatında nə dəyişirlər. Əgər 10 il qabaq, yəni 40 yaşında özümü necə görürəm, mən özümü rahat görürəm. Beynimdə fikri daşımayan bir insan kimi, relax. İndi şəxsən mən özümü relax görənmirəm. Mən düşünürəm 24 saat. Yatanda da düşünürəm, duranda da düşünürəm. Yəni mümkünatı yoxdur. Özümə belə bir həyat qurmaq istəyirəm ki, çətinlik hamıda olur. İstəyirsən nə bilim kim ol. Hər insanın həyatında çətinlik olur. Prosta ki, deməyim ki, necə nətər. Bilim ki, yəni bu həll olunacaq və həll eləyəcəm. Özümü belə görürəm və ona görə çapalayıram indi. Özümü hər tərəflə istəyirəm ki, hər tərəfli özümü qapıyım. Nəsə problem olsa, həll eləyə bilim. Deməyim ki, baxarıq. Necə eləyəcəm, bu sözləri işlətmək istəmirəm. Əminəm ki, buna nail olacağım. Sadəcə hər şeyin öz vaxtı var. Onu da bilirəm. Mənə zaman lazımdır. İnşallah onsuz da mənlə bir yerdə olacaqsınız, görəcəksiniz. Nələr olacaq, nələr olmayacaq. Baxaq, neyinirik. İndi də fikirləşdim, bilsiz nəyə? Ailəli olacağımı heç demədim. Niyə demədim, bilmirəm. Doğrudan mən niyə bunu işlətmədim? Həqiqətən bilmirəm. Mən hər gün elə gəlir ki, yəni mənim bir tayım elə bir yoxdur ümumiyyətlə. Yəni də insan cəhətdən tay.
Nəsə düşdü. Üstümə düşdü, yerə düşmədi. Pis oluram mı? Tam deyə bilmərəm. Amma maraqlıdır niyə? Baxarıq, onsuz da ki, hər şeyi nəsə olsa sizə göstərəcəm. Tam olaraq güvənsizliyə qapınmıram. 2 dəqiqə olmayacaq falan, elə bir şey yoxdur məndə. Amma yenə də. Belə perioddur məncə. Belə dövrdür indi məndə. Əzizlərim, inanıram ki, hər gün video çıxır deyə bəyənirsiniz. Ona görə like edin. Burada nəsə qalmış. Ona görə like edin. Rəy yazın, mənə çox xoşdur. Çalışacağım gündə sizə video qoyum. Əgər köynə videoma baxmamızsa, bura basıb köynə videoma baxırsınız. Burada loqom var. Ora basıb takib ata bilərsiniz. Sabaha dək və o biri günə dək.